Təəssüratlarına etibarən 13 yaşlı az yaşlının uşaq dünyaya gətirdiyi barədə məlumatlar yayıldı. Yəni belə çıxır ki, həmin az yaşlı ən az 9 ay məktəbdən yayınıb. Yəni bu barədə məktəbin rəhbərliyi məlumatı olub. Bu məsələ ilə bağlı araşdırma aparılır sözün. Hamilə olub da, düzmü? 9 ay Məktəb hamilə olub, məktəbə yəni araşdırılır mı bu hadisə? Yox, hal-hazırda siz Təhsil Nazirimiz Emin müəllim Əmrullayev. Demək, jurnalistə bir təhsil naziri kimi, yox, ginekoloq kimi cavab verir ki, bəyəm 9 aylıq hamilə gələ bilməz ki, məktəbə. Bəlkə də əlacı olsa deyərdi ki, yəni filan prosedurlara getməlidir, hamiləlik dövründə filan istirahətlər, filan qidalar olmalıdır. Bəlkə də onu da məsləhət verərdi. Emin müəllim Əmrullayev, cənab nazir, yəni jurnalistin nə demək istədiyini yaxşı bildiniz ki, yəni təhsildə nəzarət yoxdur, məktəblərdə nəzarət yoxdur. Bu insanlar şagirdlərlə məşğul olan yoxdur. Məsələn, zauslar, direktorlar ancaq ortada məqsəd oturub pul güdmək. Görün, hansı valideynlə bu bayram qabağı nə qədər alım, ondan bu imtahanda nə qədər alım, ondan neyniyim, nətər eləyim ki, yəni pul qazanım. Ancaq məqsədlər budur. Emin müəllim, xahiş edirəm bir vətəndaş kimi, müstəqil ölkənin vətəndaşı kimi. Siz hər şeyi yaxşı bilirsiniz, bütün gedişatı da yaxşı bilirsiniz ki, təhsildə şagirdlərə, tələbələrə nəzarət yoxdur. 0 dərəcəsindədir. Bugünkü gün valideyn iclasları qurulanda insan şagirdlərin valideynlərinə nəzarət olunmalıdır. Hansı viddə gəlir, kimdir, nəçidir? Yəni müəllimlər gedib hansı maşında gəlib valideyn onu maraqlanmamalıdır. Hansı viddə gəlib onu maraqlanmalıdır. Ona görə də məhz digər maraqlar var deyə bugünkü gün şagirdlərin 13 yaşında hansısa bir südü xarab gəlib 13 yaşında hamilə bir şagird məktəbdə oxuyur. Yəni bunu siz özünüz də yaxşı bilirsiniz ki, nəzarətsizlikdən irəli gəlir. İmam üçün ağlayanda Yezid üçün də ağlamaq lazımdır. Yəni nə mən burada Yezidi tərifləyəsi deyiləm, nə də ki, imamlarımızı pisləyəsi deyiləm. Söhbət nədən gedir, onu da izahım verim. Bugünkü gün təhsil sahəsi deyək ki, 0-dır, nəzarət yoxdur. Bu südü xarablar, yəni onların valideynlərinə kim gəlib təhsil nazirliyi, Emil Əmrullayev gəlib nəzarət eləməlidir ki, qızlarınızı bağlayın, itinizi, balalarınızı bağlayın əyağınıza, küçüklərinizə nəzarət eləyin, qudurğan qızlarınıza nəzarət eləyin. İndi bu biri videonu göstərirəm, ona da baxın. Ondan sonra deyəcəksiniz ki, günah təhsildə deyil, günah hansısa şagirddə, tələbədə deyil. Yəni, məhz valideynlərdədir. Bugünkü gün valideynlərin nəzarətsizliyi. Baxın bu videoya. Gördünüz? Yəni buna da mı Təhsil Nazirliyi tapşırıq verir və yaxud da nəzarət eləməlidir, nə etməlidir? Buna da təhsilə nəsə aidiyyəti var. 15-16 yaşında düşüklər, səviyyəsizlər düşüblər. Bunların yiyələri yoxdur. Əgər bu o qızların, o Targovda keçən konsertdə, o festivalda, diskotekada qızlar var ha. Hamısının qardaşının papağına tüpürüm, qeyrətinə tüpürüm, şərəfinə tüpürüm. Bir qeyrətdilər, şərəfsizlər. Belə hamıdan da üzrsən peysərdilər ki, bazıları o diskotekada iştirak edir. Yəni mən ümumi deyirəm, kimə də ləzzət eləmir, gəlsin mənlə əlaqə saxlasın. Onu mən başa salım ki, qeyrət nə olan şeydir. Bacı diskotekada ona buna sürtünə, o 13 yaşında yox, belə neçə yaşında olsun, orada insan qız uşaq doğar. O sıxlıqda, sürtünmədə, ayrı vaxtdır. Bəzi o qadınlar var, belə hamıdan üzr istəyirəm, amma dönə-dönə bütün ana-bacılardan, qeyrətli insanlardan üzr istəyirəm. O marşrutda Allah eləməmişkən bir balaca sürtünürsən ha, onun qızına. İndi o sıxlıqdır da, dəyirsən. Bir tumanını çəkir başına ki, mənim qızıma sataşdın, mənim qızıma polisə zəng gelir, neydir? Nə də, sənin o sizi kimlərin qızlarıdır, bax, orada sürtünürlər. Bir sabah onlar da doğacaq. Hələ bəlkə də doğublar, bəlkə də neçə dəfə aborta gediblər. Xəbəriniz yoxdur. Onları ərə verəndə biləcəksiniz. Amma yox, sağ olsun bəzi ginekoloqlar vəziyyətdən çıxardır bəzi üzlanıraq qızları. Yəni milləti belə şeylərlə pozub, yəni bilirsiniz nətədir? Mən bir uşaq böyüdürəm, tərbiyəsiz bir uşaq böyüdürəmsə, Allah bütün balalar sağlasın, məndə oğlan uşaqdır. Bir gün fərq eləmir, oğlan qız. Mən oğlumu tərbiyəsiz böyüdürəmsə, mənim oğlum gedir kimisə ailəsinə, hansısa tərbiyəli bir ailənin uşağına, hansısa bir fəsadı, hansısa bir psixoloji təsir eləyirsə, hansısa bir tərbiyəsini pozursa kimisə uşağını, demək ki, mənim nəslimə də söyləyəcəklər, ölümə də söyləyəcəklər, dilimə də söyləyəcəklər ki, ay uşaq, sənə tərbiyə verənin düz varı yoxu belə olsun. Və sizə də söylərdi, bədbax uşağı. Sən bax, normal ananın qızı gecə saat 12-də o diskotekada ora-burasını tullandırıb gəzdirməz. Yəni, bu bizim milləti, bax, Azərbaycan millətidir, amma oradakılar yox. Orada indi oğlanları başa düşdü ki, oğlan uşağıdır, gedib qız tutmağa. Orada da heç bir oğlan
nəsə başqa məqsədlə getmir. And olsun Allah orada oğlan var ki, diskoteka nədir bilmirdi. Əlini belə qaldırır, lişborda bir dənə qıza sürtünsün, bir dənə qıza nömrə ötürsün. Budur bizim xalqımız. Mən Allahın olsun həm indi qərara gəlirəm ki, və buradan da Allaha dua edirəm ki, bu 10 ildən, 15 il ümumiyyətlə Azərbaycanda müharibə olmasın. And olsun Allah. Çünki bu cür qızların bu cür qızlardan birincisi normal uşaq doğulmayacaq. Nə də ki o doğulan uşaqlar vətən qoruyası şey deyirlər. Çünki insan biz görmüşük vətən qoruyan oğlanlar bilsən kimlər idi? Evdə ana qeyrəti görürdü, ata qeyrəti görürdü. İndi qadınların 60%, 70% boşanıb, ata nəzarətindən qırağa oğlan uşaqları böyüdür çoxu. Təbii ki, ümumi şamil eləmirəm, hansı ki o uşaqların tərbiyəsindən məşğul olmayan bu boşananları deyirəm. Hamısı uşağı böyüdür, məsələn, o uşaqlardan da vallahi heç nətər deyimi, yəni nəzarət altında olmayandan sonra heç onlardan da bir vətən qoruyan və yaxud da vətəninə, dövlətinə layiq, xalqına layiq bir evlad olmayacaq. Tembol da bu cür qızların yəni gələcəyində bunlardan nəsə gözləmək olmaz. Yəni budur. Bugünkü gün bir valideyn uşağına nəzarət edilmirsə, bir valideyn qızını başa sala bilmirsə, istər atalar var ki, evə gəlir, deyir ki, qız hanı? Deyir, padruqası gildədir. Padruqası gildə nədir? Ata evə gələndə qızını evdə tapmamaq nədir? Başa düşmən, qardaş küçədə parkdan gəlirəm, and olsun Allah, saat 3-də də gəlirəm orada, məhəlləmizdə parkda. And olsun Allah, orada 15-16 yaşında qızlar var. 15-16 yaşında qızlar hərəsi bitində bir dənə oğlanla gəzirlər. Cavandır, başa düşürəm, birini sevdiyi olar, istədiyor. Hər şeyin vaxtı var, hər şeyin bir vədəsi var, hər şeyin bir vidi var. Ya sevgili olanda nə olar? Biz də sevmişik, biz də tinlərdə, bucaqlarda o qız gedən yolu o qədər gözləmişik ki, buradan o qız keçəcək. Amma vaxtı vədəsi var. Biz saat qaranlıqda hansı normalni qızı oğlan axtarır? Qaranlıqda ancaq gedib belə ayıb olmasın, quşu-muşu axtarırlar da. Normalni oğlan sevgilisini qaranlıqda axtarar. Demək ki, bunların məqsədi başqadır. Nəsə, Allah xalqımızı qorusun, dövlətimizi qorusun. Yaxşı qızına tərbiyə verən anaları başına dönərəm onların. Allah yaxşılarımızı, qeyrətlilərimizi qorusun.